Oy Kamrançik, privet. Yetersiz. Nasılsın? Gözəl insanlar. Bir salam vermək gəldim sizə. Ay, çok Necəsiz müəllimlər? Bizim sənətkarımız necədir? İşləri necədir? Kamran, sana bir şey diyeyim. Desən sənətkarımız necədir? Hansımızı deyirsən, məni deyirsən ya Vasimi. İkiniz də sənətkarsınız, ikiniz də təbii ki. Hamıza böyük hörmətim var. Kamran, Bütün videolarıma baxıram. sənin, o görün bu kimdir? Atqaniyet, hə. Hə. Sənin çox böyük xidmətin var. Çox böyük əziyyətin oldu. Bəli, Sən gecələr, mən canlı yayıma da girib baxırdım. mən də. Sən gecələr yatmırdın. Sən özü də çox nəyini sevirəm sənin. Heç kimlə əsəbləşmədin. Heç kimlə söyüşlə danışmadın. Heç kimə belə sadəcə Tarixçi olmasan da tarixi gözəl Bəli. bildin, Gülüb keçdin. öyrəndin, Sadəcə- araşdırdın. Hə. Ondan sonra Gülüb- siyasət adamı deyilsən, amma Amma siyasəti siyasətlə gözəl. bağlı necə gözəl Hə. mesajları sən orada insanların diqqətinə çatdırdın. Özdə çox mədəni şəkildə, çox Bir- belə Məsələn, lazım gəldi. Üzr istəyirəm, Xankəndəki o Göstərdi, abidə ki abidə, var. hə. Ondan səndən qabaq orada çıx demişdilər ki, bəs мы здесь и так далее, не там подобное bilmirəm nəsə, nə bilim danışır, artsaq, martsaq, nə giz danışırdılar. Və sən gəldin oradan sadəcə güldün. Bir dənə mən buradayam. Mən O bilsən buradayam. nədir? O qədər böyük O mesajdır ki, yekə burunun adı nədir o qızın? Onu məhv elədin. Bella. Bella, Bella, səni öləsən, Bella. Bela Nosovna. Bellanı, Bella Aziza Nosovna. bir susturdun. Bella Nosovna. Necə səsin çıxıb Var buradan. olun, var olun, Aman var olun. olun. Sonra o Var ermənilərlə, məsələn, görsən ki, mən baxıram Sən sənə, halal nəyi sənə. bəyənir, hə? Bu Sənə Asiya. halal, sənə halal. O, çox artıq diplomat kimi. Yok, Kamran bizim məsələlərə kardeşimizdir, bir mənalı Məsələn, kardeşimizdir. baxırsan ki, bizim bu ürəyimiz. adam məsələn biraz bizə yaxın düşüncə tərzindədir. Müharibə istəmir, sülh istəyir. İstəyir ki, mehribançılıq olsun. Yox, Kamranın, Görsən ki, o Kamran elə bir mühit yaradır ki, o artıq heç şeydən qorxmadan, baxın, yerməlidir də. Bəli, bəli. Amma o başlayır bizim maraqlarımıza uyğun danışmağa, Yox, fikirlər üzr istəyirəm, balaca bir əlavə edeyim. Kamran əgər bu canlı yayımı açıb ermənilərlə debatda çıxıb, yox sağ ol. Yox, çay gətir, çay. Polemikaya çıxırsa, o Kamranın orada siyasi savadı, siyasi baxışı O dedim əlbəttə. və mütləq şəkildə Azərbaycanın tarixini, dünya tarixini, orta əsrlər tarixini, hər şeydən xəbəri olmalıdır ki, orada çıxıb, mən də tarix sevənəm, bilirsən də, azdan çoxdan. Bəli, bəli. İnşallah, mən bir də çox istəmişəm açığı qoşulum canlı yayıma. Mən də çox istəmişəm. Nəsə sonra vaz keçmişəm. Sonra fikirləşmişəm. O, mən bir-iki dəfə o şərəfsiz Petrosyana istədim qoşulam. Akuratını danışmaq, heç belə yumşaq, sadə şəkildə. Bəzi indi bizim, amma bir şey də deyim də, kusura baxmasın eşkim. Sözündə də həqiqət var o bəzilərinin. Çünki gül kimi dilimiz var. Azərbaycan dili çox gözəl dildir. Amma onu ədəbsiz salan bizim nə yazıq ki, indi vətəndaşlarımız var. Çaya çay deməklə, Azərbaycana Azərbaycan deməklə və bunu da ermənilər əllərində bayraq eləyib şüar eləyirlər. Amma yaxşı ki, səni kimləri var? Təmiz səlist, rus dili çox gözəl dildir. Kim nə deyirsə, çox zəngin dildir. Elə belə boş-boşuna demirlər ki, все могучий русский язык. Biz bir də vurğulayıram. Biz rus siyasətindən danışmırıq ha. Rus dilindən danışırıq. Rus dilindən danışır, siyasətindən. Rus siyasəti başqadır. Rus mədəniyyəti başqadır. Amma sən, Kamran, bizim əziz qardaşımız, sən çox böyük xidmətlərin var. Bəlkə də o Qarabağda əziyyət çəkib, Allah şəhidlərimizə bir daha rəhmət eləsin. Allah rəhmət. O medalla təltif olunanlar, orderlə təltif olunanlardan biri də sən olmalısan. Məncə də. Məncə, mən elə. Bir orden veriblər, indi ikincisini gözləyirəm. Çünki informasiya müharibəsinə gedir. Nə ilə bağlı verirlər Kamran? Madat müəllim verib də, o zaman o nazir olanda verib. Bəli, bəli, müharibə zamanı. Bəli, bəli. İki cəbhədə vuruşurduq. Bir müharibədə, bir də informasiya müharibəsində var. O da çox informasiya müharibəsi də fikir yəni davam edir. Orada demək. Əsas siz o ermənilərin efirlərini özünüz girməyin. Nəyə görə deyirəm ki, mən ömür boyu Vasif müəllim kimi səsim də olsa olmasa toyu oxuya bilmərəm, apara bilmərəm. Ömür boyu Elgiz müəllim kimi televiziyada veriliş apara bilmərəm. Bilmərəm də. To есть necə də isə alınmaz, понимаете? Bizim bir
kolleqamız var, Tolik. O bir-iki dəfə düşdü ermənilərin efirinə. Bilmədi, gəldi mənim efirimə, düşündü ki, mənim efirimdə rahatsa erməni ilə danışmaq. Mən pateşka verirəm axı. O girdi ermənilərin efirinə. 7 nəfər onun üstünə, bilsən necə cumdu. Dəhşət. O yüzden onlar zapis eləyirlər, yazırlar, səsimizi dəyişirlər. Mənim Petrosyan kimlərini susturmağa dilimdə var. Savadımda çox şükür Allah. Siyasədə xüsusən də yəni tarixi savadım çatır. Coğrafiyanın əhləxsus. Coğrafiyanı mən çox şükür olsam. Vasif müəllim, söhbət ondan gedir. Onlar efiri zapis eləyirlər. Sonra lazım olan kusokları kəsirlər. Bilirsiniz nə eləyirlər? Söhbət ondan gedir. Da. Конечно. Sərf eləyəni götürürlər, sonra montaj eləyirlər də. Sonra Qabilə göndərirlər, Qabil də oradan video çıxardır Avropadan. Onlar belə işləyirlər. Pramo ona göndərirlər. Vso. Sizə o Özün necəsən ürəyim? özüm yaxşı, hər şey yaxşıdır, hər şeydən razıyam. Qızım ucu ikinci kursu bitirib Türkiyədə Heydər Əliyev Fondun poddeşkası ilə orada həm oxuyur, həm də kampusda yaşayır. Hamısını çox sağ olsun Heydər Əliyev Fondu, hamısını yaradıblar, orada da oxuyur. Uşaq indi qayıdır ikinci tur. Daha kursdan sonra. Çox sağ olsun. Veriş aparırdın. Davam edir. Bəli, CBC-də var. CBC-də hər birinci gün 11-də çıxır, bəli, ermənilərlə verilişim. Hər axşam. Axşam. Bəli, Siyasidir bəli. ha. Daha da ermənilərlə də Kaksikdə erməni çıxır, deyir Qarabağ Azərbaycandır. Ucu 5 ildir çıxıb deyirlər, mən istədiyimi deyirlər onlar. Onlar sən bilirsən mənim əlimdədirlər də, nə istəyirəm eləyirəm. Problem yoxdur. Sizə uğurlar mənim əzizlərim, fəxr eləyirəm, öpürəm. Sağ olun. Sağ ol. Sağ olun. Sağ olun. Sağ ol. Sağ ol. Sağ ol.